Hər vaxtınız xeyir olsun. Mən Cəvun Həsənov. Bugün növbəti sınavımızın izahını çəkməyə çalışacağam. Eləsə vaxt itirməyək, dərhal suallara keçək. 18 oktyabr 2020-ci ildə erməni işğalından azad edilən tarixi memarlıq abidəsinin yerləşdiyi ərazini xəritədə müəyyənləşdirək. 2020 18 oktyabr Vətən müharibəsi dövrünə düşür və məhz bugün Azərbaycan Silahlı Qüvvələri Xudafərin köprüsü üzərində bayrağı sancmışlar. Xudafərin köprüsü isə Cəbrayılda yerləşir. Cəbrayıl 5-dir. Xudafərin köprüsü vaxtilə 1027-ci ildə Fəzl bin Məhəmmədin dövründə tikilmişdir. Sonradan onu İbrahim Xəlil xan, Ağa Məhəmməd xan Qacarın yürüş zamanında artdırmışdır. 2-nin Füzuli olduğunu qeyd edək. 3-ün Kəlbəcər, 1-in Ağdam, 4 isə Xocalı balaca olsun, amma Xocalı inzibati rayonu kimi gedir. Belə. Davam edək. Cavabımız burada nə oldu? Cəbrayıl 5. 2-yə baxaq. Qədim Yunanistan tarixinə aid deyil. Əhəməni dövlətlə müharibələr. Bu təbii ki doğrudur. 5-ci əsrdə. İlk Olimpiya oyunlarının keçirilməsi. Bu da doğrudur. İlk dəfə Olimpiya oyunları Yunanistanda keçirilib. Xironiya döyüşü eramızdan əvvəl 338-də Yunanlılar Makedoniyalara məğlub olub. Bu da düzdür. Panteon məbədi. Bu yanlış cavabdır. Çünki Panteon Romadadır. Parfenon olsa Yunanistanda olar. Qaldı ki memarlıqda Portek yonikdən istifadə olması, bəli bu Yunanistan tarixinə aiddir. 2 D variantıdır. 3-də müxtəlif təşkilatların yaranmasıdır. 57-ci yaradılan təşkilatımız Avropa İqtisadi Birliyidir. AİB. Sonrası o Avropa Birliyi adlanır. Cavabımız C variantıdır. Qişin yaradılması 1949-dur. Qarşılıqlı İqtisadi Yardım Şurasıdır. Sosialist ölkələrin İqtisadi Birliyidir. Bloklara qoşulmayanlar hərəkatına Hindistan, Misir və Yugoslaviya 61-ci yaradılıb. ATƏM-in yaradılması 1975-dir. Sovet müharibədə yumşalma dövrünün zirvə nöqtəsi hesab olunur ATƏM-in yaranması. Çünki ABŞ və SSR uzun müddətdən sonra bir yerdə müqavilə bağladılar. BMT-nin yaradılması 1945-dir. Cavabımız C variantıdır. 4-ə baxaq. Neolit və Tunc dövrünə aid oxşar cəhət. Ölülərin kurqanada dəfn olunması. Bu əgər Tunc dövründən başlayırsa, Tuncdan qabaq olan Neolit dövründə ola bilməz. İbadət evlərinin inşa edilməsi. Bu da Tunc dövründən başlayıbsa, Neolitdə ola bilməz. Əkinçinin mövcud olması, bəli, bu Neolitdən var və bu günümüzə qədər də var. Cavab C-dir. Metaldan əmək alətlərinin düzəldilməsi. Metaldan əmək alətlərinin düzəldilməyə başlanması Eneolit dövründən varsa, Eneolit dövründə olan bir şey, yaranan bir şey Tuncda olacaq. Amma özündən qabaqki Neolitdə ola bilməz. Dulusuta rəngli boyadan istifadə olunması Orta Tuncdan başlayıbsa, deməli bu Tunc dövrünə aiddir. Neolitə aid deyil. Cavabımız C variantı. 5-də. Qarbaçovun hakimiyyət dövrünə aid deyil. Qarbaçovun hakimiyyət illəri 1985-dən 1991-ə qədərdir. 85-dən 90-a qədər adamın icra etdiyi vəzifə baş katib, 90-dan 91-ə qədər adamın icra etdiyi vəzifə isə prezidentlikdir. Amma ümumiyyətlə hakimiyyət dövrü dediyim kimi 85-dən 91-ə qədərdir. Baxaq. Yeni konstitusiyanın qəbul olunması bu yanlışdır. Çünki SSR-nin sonuncu konstitusiya 1977-dir ki, bu Qarbaçova düşmür, Brejnevdir. Heydər Əliyevin siyasi büronun üzvlüyündən uzaqlaşdırılması, bəli. 1987-ci ildə Heydər Əliyevi uzaqlaşdırdı və Heydər Əliyev ondan işləmək istəməyib istefa verdi. İndi burada aid olanları yox, aid olmayanı götürməliyik. Aid olmayan zaten A variantıdır. Dedik biz bunu, çünki bu 1977-dir. Cavabımız A-dır. Yerdə qalan variantlara baxaq. Çernobil qəzasının baş verməsi 1986-dır. Təbii ki, düşür yuxarıdakı illərə. Aşağıdılıq və sürətləndirmə 1985-87-ci ildə bu proseslər davam elədi. Bu da düşür. Əfqanistandan qoşunun çıxarılması da Mixail Qarbaçovdur. 89. Deməli, burada Mixail Qarbaçova aid olmayan A variantıdır. Davam edək. 6-cı suala baxaq. Türkiyə Respublikasına aiddir. Türkiyə Respublikasına aiddir deyəndə biz 1923-ün 29 oktyabrından 29 oktyabr və bu günə qədər götürə bilərik. Təbii ki, ayrı respublika dövrləri var, amma burada ayırmır.
Gümrük müqaviləsinin imzalanması. Gümrük müqaviləsinin imzalanması köhnə kitablarda qədərdir. Digər varianta baxaq. Ola bilər ki, təzə kitablarda yenidən bu müqaviləni əlavə eləyərlər. Soyad haqqında qanunun qəbul olunması. Bu 1932-dir. Bundan sonra, daha doğrusu 1934-dür. Bundan sonra Mustafa Kemal Atatürk adını götürüb. İki bizə lazımdır. Lozanna konferansında iştirak etməsi. Lozanna konfransı 1923-ün yayıdır. Bu düşməyəcək. 3 cavabı hamısından çıxmalıdır. Sevr müqaviləsinin imzalanması. Sevr müqaviləsi 1920-dir. Bu da çıxmalıdır. Türkiyə o zaman respublika deyildi. Şəriət və Vəqf Nazirliyinin ləğv edilməsi. Bu təbii ki var. 1924-cü ildir. Bu düşür. 2-5 və yaxud 2-5-6 cavabı var. Çox maraqlı bir sualdır və yaxud tərtibatdır belə desək. 6-cı variant olmadığı halda variantlar daxil edilib ora. Burada çıxdaşla yalnız bir cavabın olduğunu bilirik. B variantın olduğunu görürük. Qaldı ki, gümrük müqaviləsində dediyim kimi bu köhnə kitablarda verilərdi. 1920-ci ilin 2 dekabrında. Bu da düşmür. Cavab 2-5. 7-yə baxaq. Albaniya dövlətinin eramızdan əvvəl 1-ci əsr ortaları tarixinə aiddir. 1-ci əsr ümumiyyətlə neçənci illəri əhatə eləyir? 101. Ortalar təxminən 60-40 arası belə desək. Alanların girişi ümumiyyətlə eramızın ilk əsridir. Səhvdir, eramızdan əvvəl deyil. B. Albaniya sertifikada neçə vaxt asılıyla düşməyib. C. Roma imperiya elan olunub eramızdan əvvəl 27-dən sonra. Bu da yuxarıdakı illər ödəmir. D. Arşakilər sülaləsinin hakimiyyətə gəlməsi. Bu eramızın 1-ci əsridir. Yerli hökmdarlar tərəfindən idarə olması. Bəli, Albaniya bir neçə Sasani mərcibanının çıxma şərtindən həmişə yerli hökmdarlar tərəfindən idarə olunubdur. Cavabımız Y variantıdır. 8-ə baxaq. Qaraqoyunlu dövlətinə aid deyil. Əsasının Qarayüzü tərəfindən qoyulması. Bu əlbəttə düzdür. Paytaxt Təbrizdir. Düzdür. Qalibətli müharibələr nəticəsində yaranması. Bəli. Həm Teymurlərə, həm Cəlalilərə. Şimaclar dövlətinin əsaslanması 1412. Bəli. Əmir Teymura qarşı mübarizə aparması. Bu yanlışdır. Qaraqoyunlular Əmir Teymura qarşı mübarizə aparıblar. Məsələn, 1394 Bağdad döyüşü olsun və s. Amma Əmir Teymur nə vaxt vəfat edib? 1405-də. Qaraqoyunlu dövlətinə vaxt yanıb 1410-da. Təbii ki, bu ola bilməz. Cavab Y-dir. Belə, inşallah ki, bu səhifədə baxmadığımız, gözümüzdən qaçan bir test tapşırığı yoxdur. Davam edək. 9-a baxaq. Rusiya İmperatoru 1-ci Pyotr və 2-ci Yekaterina fəaliyyətinə aid oxşar cəhət. 1-ci Pyotrun hakimiyyət illərinin 1682-1725 olduğunu qeyd edək. 2-ci Yekaterina isə 1762-1796. Baxaq. İndi isə variantlara baxaq. Azərbaycan uğrunda Səfəvlərlə mübarizə aparmaları. Əgər Səfəvilər 1736-da süqut uğrayıblarsa, 2-ci Yekaterina bunu edə bilməz. 1-ci Pyotrun Səfəvlərlə savaşı var. Bəli, 1722-də gəlmişdir. Osmanlı və sülh müqaviləsi imzalamaları. Bəli, bu ortaq cəhətdir. Belə ki, 1-ci Pyotr bunu 1611-də, Yekaterina isə məsələn bunu 1774-də etmişdir. Hər ikisinin hakimiyyət illərinə uyğun gəlir. Cavab B-dir. Şimal İttifaqının yaradılması bu 1699-dur və yalnız 1-ci Pyotra aiddir. Qara dənizə sahillərinin çıxışının təmin edilməsi. Əgər 1-ci Pyotr bunu etsəydi, Yekaterina bunun üçün mübarizə aparmazdı. Bu yalnız 2-ci Yekaterinaya aiddir. Paytaxtın yeni şəhərə köçülməsi bu yalnız 1-ci Pyotra aiddir. Peterburqa. Cavabımız Bakıdır. Davam edək. 10-cu suala baxaq. Daha əvvəl baş vermişdir. A variantı Kadisiya döyüşü Ərəb-Sasani arasında 636. Mehranlərə son qoyulması ərəblər tərəfindən 705. Cavanşirin Bizans İmperatorluğu ittifaq bağlanması ərəblərə qarşı 654. Azərbaycanın cənub qoşunlarının, daha doğrusu cənubun ərəb qoşunları tərəfindən işğal edilməsi bu 643-dür. Rəşidi xəlifələr dövrü. Əməvilər sülaləsinin hakimiyyətə gəlməsi 661. Daha əvvəl baş verən D. Dirmi? Xeyr. Daha əvvəl baş verən A-dır. Belə. Davam edək. 11.
434-cü ildə Avropa Hun dövlətinin sülh müqaviləsi imzaladığı dövlətin ərazisinin xəritə üzərində müəyyən edin. Təbii ki, söhbət Attilanın dövlətindən gedir 434-cü ildə və Attila o zaman Bizansla müqavilə imzalamışdı. Həm 434-də, həm 447-də. Burada cavabımız A variantıdır. Bizans 1-dədir. 2. Roma ərazisidir. 3. O vaxt ki, Qaliya, Fransa. 4. İspaniya. 5 isə İngiltərə. 12. Xronoloji ardıcılı müəyyənləşdirək. Falkland böhranının baş verməsi İngiltərə və Argentina arasında baş verən bir prosesdir. İngiltərə ABŞ-ın dəstəyi ilə Argentinanı Falkland və yaxud da Malvin adalarından çıxartmağa nail olub. İkinci, Fransanın növbəti soyqırımı Ruandada 1994. Berlin sədinin dağıdılması. Gah 1989 verirlər, gah 1990 verirlər müxtəlif nəşrlərə görə. Müasir dövrdə olan bir prosesi də normal şəkildə verə bilməlidirlər. SSR-də Leonid Brejnevin hakimiyyətə gəlməsi isə 1964-cü ildir. Üç oxuyanda fikirləşəm görəsən mənim doğum tariximi düz yazıblar yoxsa yox. Müasir dövrü verməkdə belə çətinlik çəkirik. Deməli, burada xronoloji ardıcıllıq necə olacaq? 4, 1, 3, 2. Yəni 12-də cavab Y variantı olacaq. Davam edək. 13-ə baxaq. Doğru olan fikirləri seçin. Burada deməli doğru qrafikin altına yazıblar. Stalingrad döyüşün ilə Alman Sovet cəbhəsində əsaslı dönüş başlandı. Bu düzgün cavabdır. Maraq üçün deyim, əsaslı dönüş baş atacaq nə ilə? Kursla. Bir düzdür. 2. Yaponiya atom bombasını atmışdı SSR. Yaponiya atom bombasını atan Amerikadır. 2 yanlışdır. 1-i götürürük. Yanlış hissəyə baxmalıyıq. Əl-Alamein döyüşündə Alman-İtalyan qoşunları məğlub edildi. Bu düzgün cümlədir. Bizə yanlış lazımdır. Yalta konferansında ikinci cəbhənin açılmasına qərar verildi. Yalta, yox, Tehran. Bizə yanlış lazımdır. 1 və 4, yəni variant Y-dir. 14-cü suala baxaq. Qızıl Arslanın hakimiyyəti illərində Atabəylər dövləti üçün səciyyəvidir. Qızıl Arslanın hakimiyyət illərinin neçənci illərdir? 1186, 1191. Gürcü Çarı 1-ci Demetrinin yürüşünə məruz qalması. Maraq üçün deyim, kitabda yazılmasa da 1-ci Demetrinin hakimiyyətləri 1125-1155-dir. İkinci bir tərəfdən Qızıl Arslan, yəni belə deyim, Gürcülərin yürüşünə məruz qalmayıb. Və də Qızıl Arslanın Gürcülərlə bağlı bir problemi vermirlər bizim kitablarda. Xarəzmşah Təkərlə mübarizə aparan Əbu Bəkirdir. Azərbaycana ilk dəfə Xarəzmşah Cəlaləddin yox, Təkər gəlib 12-ci əsrdə. Şirvanşahlar dövlətinə sağ salınması bu düzgün cavabdır. Şirvanşahları 2 Eldəniz hökmdarı tabe edib. 1. Şəmsəddin Eldəniz 1-ci Axıstanı hakimiyyətə gətirərək. Bir də sonradan 1-ci Axıstan Eldənizlərin tabeçisindən çıxmaq istəyəndə Qızıl Arslan. Cavab C variantıdır. Həmədan döyüşündə Abbasilərin məğlub edilməsi. Bu adam Həmədan döyüşündə qalib gəlib, amma Abbasilərə yox. İraq Sədi Sultanı 3-cü Toğrul. Ölkənin Monqol güclərinə məruz qalması Monqolların ümumiyyətlə nəinki Azərbaycana dünyaya gəlməyi 13-cü əsrdir. Dünyaya görüşü. Bu da Qızıl Arslan hakimiyyət dövrünə düşmür. Deməli cavabımız C variantı olacaq. 15-ci suala baxaq. 17-ci əsrin 20-ci illərində Səfəvilərin Portuqalları Hörmüzdən qovulmasında mühüm rol oynadı. Təbii ki, 1621-ci ildə Şah 1-ci Abbas İngiltərə kralı 1-ci Jameslə müqavilə bağladı və İngilislərin köməyi ilə Portuqallılar burada 22-dən qovuldu. Osmanlı belə bir dəstək verməzdi. Düzdür, münasibət o qədər pis deyildi 2-ci Osmanlı dövründə, amma Osmanlıdan dəstək almadıq. Rusiyanın Xəzər sahili bölgələrə, yəni digər cavablar hamısı belə desək mənasız cavablardır. 16. 20-ci əsrin əvvəllərində baş vermiş Çin inqilabının nəticələri. Çin inqilabı baş verib 1911-1913-cü illərdə. Müvəqqəti konstitusiya qəbul edildi. Bəli, doğrudan müvəqqəti konstitusiya qəbul edilmişdi. Soyqun rejimi süqut etdi. Soyqun rejimi Yaponiya məxsus bir xüsusiyyətdir. Monarxiya devrildi, düzdür. Çin prezidenti respublika elan edildi. Bu da düzdür. Triyaj satışı qadağan edildi. Bu 1800-cü ildir. Yanlışdır. Burada cavab 1-dir, 3-dür və 4-dür.
Doğrudan bu burjuya inqilabıdır. Və burjuya inqilabının nəticəsində monarxiya devrildi, Manzurlara son qoyuldu. Manzurlara son qoyulduğunu sinonim adına belə də deyə bilərik. Çin hökuməti süquta uğradı. Çin respublika prezidenti respublika oldu və bundan sonra Çin həmişə respublika olaraq qalacaq. Konstitusiyada bəli müvəqqəti olaraq qəbul olunmuşdu. Yəni burada cavabımız 1, 3, 4 olacaq. Davam edək. İnşallah bu səhifədə bir səhvimiz qalmayıb. Və izah olunmamış sualımız qalmayıb daha doğrusu. 17-yə baxaq. Səfəvilər dövləti ilə Osmanlılar arasında imzalanmış 1-ci İstanbul sülhünə görə söhbət 1590-cı ildə Şah Abbasın məcburiyyətdən vaxt qazanmaq üçün, belə deyim, imzaladığı İstanbul müqaviləsindən gedir. Bütün Azərbaycan Osmanlı dövlətinin tabeliyinə keçdi. Bu yanlışdır. Az da olsa ərazi bizə qaldı. Lənkəran, Xalxal, Zəncan, Qazdağ, Ərdəbil. İki dövlət arasındakı müharibələrə tamamilə son qoydu. Belə bir şey yanlışdır. Bu müharibə 18-ci əsrə qədər davam edəcək. 18-ci əsrə daxil olmaqla Səfəvlərin süqutuna qədər Rusiyaya qarşı hərbi ittifaq yaradıldı. Təəssüf ki, belə bir şey olmayıb. Cənubi Qafqaz Osmanlı hakimiyyəti altından düşdü. Cənubi Qafqazda bəli, nəzərə alsaq ki, Səfəvlərə qalan ərazilər Cənubi Azərbaycan əraziləridir və Cənubi Azərbaycan Cənubi Qafqaz getmir. İndiki İran ərazisi Cənubi Qafqaz getmir. Yerdə qalan bütün ərazilərimiz Osmanlılara keçsə, ona görə cavab D-dir. Qaldı ki, Osmanlı qoşunları Azərbaycan ərazilərini tərk etdi. Xeyr. Osmanlılar tutduqları yerdə qaldılar. Gələcəkdə Osmanlı qoşunları ona görə Azərbaycanı tərk edəcək ki, onları 1603-dən başlayan müharibədə Şah Abbas buna məcbur edəcək. 18. Uyğunluq gözlənilmişdir. Dərbəndə tutulması ilə Azərbaycanın şanı baya çatırdı Monqollar. Bəli, bu düzgün cavabdır. Söhbət 1239-cu ildə Dərbəndin işğalından gedir. Gəncə şəhəri dağıdılmışdır Monqolların birinci yürüşü nəticəsində. Təbii ki, bu yanlışdır. Çünki Monqolların birinci yürüşü zamanında Təbriz, Gəncə, Dərbənd tutulmayıb. Qızıl Orda dövlətinin varlığına son qoymuşdu Cəlalilər. Xeyr. Qızıl Orda 16-cı əsrdə süqut uğrayıb. Və belə demək mümkündürsə, get-gedə parçalana zəifliyə süqut uğradı. Cəlalilər isə 1410-da süqut uğrayıb. Şeyx Üveysin rabitə sahəsində islahatı yoxdur. Bu Qazan xandır. Gəncədə Usta Bəndər üsyanı Atabəylərə qarşı baş verməyibdir. Usta Bəndər üsyanı baş verib Xarəmşahlara qarşı. Həm də Usta Bəndər üsyanı baş verəndə 1231-ci ildə. Atabəylər yox idi. Artıq Atabəylər 1225-də süquta uğramışdılar. Burada gördüyümüz kimi cavab A variantıdır. 19. Azərbaycanın 7 və 9-cu əsrlər tarixləri üçün oxşarlıq. Xostak torpaq sahibliyinin mövcud olması. Xostak torpaq sahibliyi mövcud olub 3-7-ci əsrlərdə. 7-ci əsrdən sonra yoxdur. Ona görə 9-cu əsrdə ola bilməz. Ərəb xilafətinə qarşı üsyanların baş verməsi. Olsun. Məsələn, ərəblər Ərdəbil şəhərini tutub getdikdən sonra Ərdəbil əhalisi üsyan qaldırıb ərəb qoşunlarını qırmışdı. 9-cu əsrdə məsələn 808-də Xürrəmlərin növbəti üsyanı var. Cavab B-dir. Yeni dövlətlərin yaranması. 9-cu əsr baxımından bəli, Şirvanşah, Sacə, amma 7-ci əsrdə bizim yeni dövlətimiz yoxdur axı. Mövcud olan dövlətlərin varlığına son qoyulması. Nə 7-ci əsrdə, nə 9-cu əsrdə bizim varlığına son qoyulan dövlətimiz yoxdur. Albaniya o 705-dir. Ölkənin Slavyanlar tərəfindən qarət olunması, Slavyanların görüşü 9-cu əsrdən başlayıbsa 2 dəfə, bu 7-ci əsrdə ola bilməz. Burada cavab Bakı variantı olacaq. 20-də. 17-ci əsrdə İngiltərədə baş vermiş burjuya inqilabının qarşısında duran əsas vəzifələr. Ümumiyyətlə, bir burjuya inqilabının qarşısında duran əsas məqsəd, burjuya hansı dövrün terminidir? Kapitalizm dövrünün terminidir. Bir burjuya inqilabının qarşısında duran məqsəd feodal qaydalarını ləğv etmək, kapitalizmin yolundakı əngəlləri aradan qaldırmaqdır. Və təbii ki, feodalizmin ləğvi, kapitalizmə əngəl olan məsələlərin aradan götürülməsi üçün hökmən mütləqiyyətə də zərbə vurmaq lazımdır. Əgər həmin ölkədə kralın mütləq hakimiyyəti varsa. Ona görə bizim cavablarımız burada 1-dir. Mütləqiyyətə zərbə vurmaq və feodal qaydalarını ləğv etmək. İngiltərə birincini bacarsa da, üçüncünü edə bilmədi bir müddət. Ümumiyyətlə, maraq üçün deyim ki, qəbuldan çıxarılsa da, ola bilər ki, gələcək illərdə yenidən əlavə olunur. Qarşıda qoyduğu məqsədləri demək olar ki, %99 bitirən Fransa burjuya inqilabı oldu. Cavab 1-3-dür. 2 tamamilə absurd bir variantdır. Ölkənin konstitusiyanı monarxiya elan etmək, yəni ölkə necə idarə olunursa olsun, bunun burjuya inqilabı üçün elə bir fərqi yoxdur.
1-3 A variantı. Davam edək. 21. Rəşd müqaviləsindən fərqli olaraq Gəncə müqaviləsinə nəzərdə tutulurdu. Təbii ki, Rəşd müqaviləsi Rusiya ilə Səfəv arasında 32-ci ildə, Gəncədə yenə Rusiya ilə Səfəv arasında 35-də. Rus qoşunlarının Azərbaycan torpaqlarını tamamilə tərk etməsi, bəli, bu düzgün cavabdır. Çünki Rəşdə görə Kürdən cənubdakı ərazilər qaytarılmalı idi. Gəncəyə görə isə Kürdən şimal və ya Terikdən cənub. Eyni şeydir. Və Rus qoşunları Azərbaycanı tamamilə tərk edirdilər. B. Bütün Xəzyanlı torpaqların Osmanlı dövlətinə qaytarılması. Bəhs olunan dövrdə Xəzyanlı ərazilər Osmanlılara verilməyib. C. Bu hər ikisində var. Ümumiyyətlə, Rus tazələrində güzəştləri 1667-də Şah Süleyman, 1717-də Şah Sultan Hüseyin, 1732-də 2-ci Təhmasib, 1735-də 3-cü Abbas, 1813-də Gülüstan, 1828 Türkmənçay. Bu 6 dənə müqavilədə Ruslara hörmət var. Yəni, bu oxşar cəhət olacaq. Araz çayının Səfəvi və Osmanlı dövləti arasında sərhəd olması bu Kirmanşah sülhünə aiddir. Bu da yanlışdır. Kürdən şimaldakı Xəzəryani vilayətlərin Rusiyanın nəzarətinə keçməsi, əgər Kürdən şimaldakı Xəzəryani vilayətlərin Səfəvlərə qaytarılması olsaydı, onda düz olardı. Y variantı onsuz da 1724-cü il İstanbul müqaviləsindən sonra bütün Xəzəryani ərazilər Ruslara verilmişdir. Davam edək. 22-yə baxaq. Çində 2-ci Tiryak müharibəsinin başa çatdığı ildə Şimali Azərbaycanda 2-ci Tiryak müharibəsinin ağabaya çatıb 1860-da. Baxaq görək Şimali Azərbaycanda nə baş verib. İrəvan quberniyyəsi təşkil edildi 1849. Yanlışdır. Dərbənd quberniyyəsi ləğv edildi 1860. Bəli, bu istədiyimizdir. Məcburi əməkdən istifadə qadağan olundu 64. Yanlışdır. Bakı Quberniya mərkəzinə çevrildi Şamaxı zəlzələsindən sonra 59. Yanlışdır. Şəhər islahatı haqqında əsasnamə 1870-də qəbul olunub, 78-də bizə şamil olunur. Yanlışdır. Cavabımız oldu Bakı. 23. 20-ci əsrin əvvəlləri İngiltərə tarixinə aiddir. Əvvəllər təxminən 1901-1920-dir. Sənaye çevrilişinin başa çatması yanlışdır. Çünki İngiltərə sənaye çevrilişi 19-cu əsrin birinci yarısında başa çatıb. Misirin işğal edilməsi yanlışdır. Çünki bu 19-cu əsrin 80-ci illərdir. Fransanın Mərakeşdəki ağalığını tanınması, bəli, bu düzdür. 1904-cü ildə İngiltərə və Fransa bir-birlərini Misir və Mərakeşdə tanıdılar və Antantanı qurdular. Trestlər əleyhinə qanunların qəbul edilməsi, bu Amerika Birləşmiş Ştatları üçün keçərlidir. Franklin, daha doğrusu Theodore Roosevelt və Woodrow Wilson. Cənubi Afrika İttifaqına 1910-da adamyan hüququ verdi, bəli. Deməli, burada cavabımız 3-5 olacaq. Davam edək. 24. Gəncə xanlığı üçün xarakterikdir. Qarabağ xanlığının asılılığı qəbul etmişdir. Bəli. 2 dəfə. Həm Bayat savaşından sonra deyir Naxçıvan, İrəvan, Gəncə, Ərdəbil asılı olmuşdur. Həm də 1780-83-də Gəncədə 2 hakimiyyətli yaradılanlardan biri də Qarabağdır. Zəngəzurdan Araz çayına qədər olan torpaqlarda yerləşirdi. Bu təbii ki, yanlışdır. Qarabağdır. Ərazidə Şahbulaq qalası Ağdamda, bu Qarabağ xanlığına aiddir. Osmanlı dövlətlə diplomatik əlaqələr, bəli. Şəki, Gəncə, bunlar nümunə ola bilər. Ərazində 2 hakimiyyətli, bəli. Bayaq yuxarıda dedim, cavabımız 1-4-5-dir. Ev şəraitində oturub dərs çəkmək həqiqətən çox çətindir. Bir tərəfdən uşaqların səsi, bir tərəfdən toz soran, bir tərəfdən gələn zəng. Müxtəlif səbəblərə görə bəzən bir dərsi 1 saata çəkə bilirik. Dayandıra. Ətraf səslərin daha çox dərsimizə mane olunması üçün. Baxaq, 25-ə baxaq. Roma papasının reformasiyaya qalib gəldiyi ölkələr. Biz bilirik ki, 16-cı əsrdə Almaniyada başlayan reformasiya bütün Avropaya yayıldı. Və təbii ki, papa bundan, belə deyim,
narahatdır. Elə ölkələr var ki, Papa reformasiyanı boğdu. Yəni həmin ölkələrdə yenidən kilsə başçısı oldu Papa. Elə ölkələr var ki, Papa orada reformasiyanı boğa bilmədi. Reformasiya qalib gəldi. Məsələn, Papa İspaniyada reformasiyanı boğdu. İtaliyada reformasiyanı boğdu. Yəni bu ölkələrdə yenə də kilsələrin başçısı Papadır. Amma İngiltərədə və Fransada isə Papa reformasiyanın qarşısını ala bilmədi. Belə ki, İngiltərədə meydana gələn protestant kilsəsi adlandı Anglikan. Fransada meydana gələn protestant kilsəsi isə adlandı, təbii ki, Kalvinizm. Varlı şəhərlərin rəhbərliyi etdiyi. Belə. Deməli, cavabımız burada 2-3-dür. Davam edək. 26-cı suala baxaq. Hadisə nəticə əlaqələrinin doğru verildiyi rəqəmləri seçin. Baxaq. 5 dənə variantımız var. İskəndərin ölümündən sonra onun sərkərdələri arasında müharibələr başlandı. İmperiya bir neçə dövlətə parçalandı. Doğrudan da İskəndərin ölümündən sonra onun imperiyası belə deyək, bir neçə hissəyə parçalandı. 3 böyük yerə parçalandı. MMS, Misir, Makedoniya, Suriya Selevkiləri və bilirsiniz ki, balaca qəlpələrdən ikisi Azərbaycana düşdü. Atropatena və Albaniya bir düzdür. 2. Əhəməni dövləti ilə Yunan şəhər dövlətləri arasında müharibələr baş verdi. Yunanlılar öz vətənlərinin müstəqilliyini qoruyub saxlaya bildilər. Bəli, doğrudan da bu müharibədə Əhəmənilər məğlub oldular və Yunanlılar buna nail oldular. Romada vətəndaş müharibəsi baş verdi. Monarxiya tərəfdarları qalib gəldi. Romada vətəndaş müharibəsi eramızdan əvvəl 49-30-cu ildir. Monarxiya tərəfdarları qalib gəldi demək biraz düzgün deyil. Yekun olaraq Roma müəyyən müddətdən sonra respublikaya çevrildi. Daha sonra respublika idi. Yekun olaraq monarxiyaya çevrildi. Çünki eramızdan əvvəl 27-ci ildən sonra ölkə imperiya adlanmağa başladı. Amma vətəndaş müharibəsinin belə deyim də gedişində müəyyən müddət respublika tərəfdarları üstün oldu, sonra monarxiya tərəfdarları üstün oldu. Bunu əslində cavab kimi götürmək düzgün deyil. Yenə də mən bir üçüncü varianta qayıdaram. Afina-Sparta müharibəsi baş verdi. Yunan şəhərlərində quldarlıq demokratiyası bərqərar oldu. Afina-Sparta müharibəsi baş verib eramızdan əvvəl 431-404-də, yəni eramızdan əvvəl 5-ci əsrdə. Yunan şəhərlərində quldarlıq demokratiyasının bərqərar olması 6-cı əsrdə və bu demokratiyanın yüksək səviyyəyə çıxması isə Periklin seçilməsindən götürülür. Yəni bu Afina-Sparta müharibəsindən əvvəldir. Ona görə bu yanlışdır. Spartak üsyanı baş verdi. İmperiyada böhran daha da kəskinləşdi. Spartak üsyanı eramızdan əvvəl 74-71-də baş verir və bu zaman belə demək mümkündürsə Roma imperiya deyildi. Hələ respublika idi. 4-lə 5-i çıxmışıq. Üçüncü varianta bir də qayıtsaq. Romada vətəndaş müharibəsinin baş verməsi dediyim kimi eramızdan əvvəl 49-30-dur. Yuli Sezar əvvəlcə özünü imperator, diktator elan edir daha doğrusu. Və onu respublikanı devirməkdə günahlandıran respublikaçılar öldürürlər, amma sonra respublikaçılar uğur qazanmırlar. Oktavian Avqust və Antoni respublikaçılara qalib gəlir. Və nəzərə alsaq ki, yekunda Romada monarxiya, yəni imperiya quruluşu yenidən qurulur, o zaman 3-ü götürməyə ehtiyac olacaq. Yekun cavab kimi burada 1-2 3-ü götürmək daha məqsədə uyğundur. Davam edəyəm. Eyler-Venn diaqramı, ABŞ SSR. Əfqanistana qoşun yeridilməsi. Əfqanistana qoşunun yeridilməsi hər ikisi çox xarakterik olacaq. Çünki SSR bunu 1979-da etmişdi. ABŞ isə bunu kiçik George Bush'un dövründə etmişdi. İkinci Dünya müharibəsindən sonra atom silahının əldə olunması təbii ki, bu SSR-yə aid olacaq. Çünki ABŞ bunu İkinci Dünya müharibəsində istifadə etmişdi. SSR isə buna 1949-da belə desək nail olur. Tək partiyalı siyasi sistemin mövzu olmasa bu da SSR-yə aiddir. Düzdür, sonlara yaxın müxtəlif belə deyim, partiyaların yaradılması elan olunsa da bu həyata keçmir. Yeni hüdudlar, yeni üfüqlər deməkdir. Bu ABŞ prezidenti John Kennedy'yə aiddir. İkinci Dünya müharibəsi illərində köçürmə siyasətinin həyata keçirilməsi hər ikisi köçürüb. ABŞ Yaponları köçürüb.
Ester isə təbii ki, Qarasaq türklərini, Çeçenləri, İnquşları və digərlərini. Ona görə də burada 1D, 2BS, 3AY daha optimal variantdır. Situasiyaya baxaq. 11-ci əsrin sonları, 16-cı əsrin əvvəllərində Avropada coğrafi kəşflər dövrü başladı. Bu dövr dəniz ticarətinin artması, yeni ticarət yolu axtarılması. Tarixi bilinəcə əsasən Hindistan dəniz yolunu kəşf edən səyyah, təbii ki, bu Portuqaliyanı təmsil edən Vasco da Gama'dır. 29-a baxaq. Avropalı tacir və səyyahların şərq ölkənə yeni yollar axtarmasına səbəb olan amili müəyyən edərək yazın. Səbəb olan amil o idi ki, Osmanlılar 1453-cü ildə keçmiş Konstantinopol, bugünkü İstanbul'a keçirərək yüksək gömrük haqqı qoymuşlar yollara və bu da Avropalılara sərf eləmirdi. Ona görə onlara əlavə bir yol lazım idi. Tarixi bilinənizə əsasən coğrafi kəşflərin Amerika xalqları üçün iki nəticəsinin heç nə. Amerikanın aborgen, yəni yerli əhalisi üçün bədbəxt günlər başladı. Amerikada mövcud olan Maya, Aztek, İnk kimi dövlətlər süquta uğradıldı. Amerikanın çox böyük bir hissəsi İspaniyanın, Braziliya hissəsi Portuqaliyanın nəzarətinə keçdi. Əhali zorla xristianlaşdırıldı, yerli mədəniyyət məhv edildi. İnsanlar ya xəstəlikdən məhv oldu, ya müstəmləkəçi dövlətlərlə aparılan müharibədə məhv oldu. Və hətta o qədər insan öldürdülər ki, artıq günlərin bir günü belə qərara gəldilər ki, Afrikadan bura qaradərili qullar gətirsinlər. Bax belə. İnşallah ki, diqqətimizdən qaçan bir məqam olmur. Gözümüzdən qaçan bir şey olmadı. Hər şey qaydasındadır. Nəsə bir lazım olsa, nəsə bir səhvimiz olsa, rəy bölməsinə yazarsınız. Biz də onları cavablandırarıq. Sağ olun, var olun. Allah'a emanet olun.